Tərəzidə çəki artımının 13 səbəbi var. Bunların heç biri deyilənməklə bağlı deyil. Bax, yetdi. Bütün səbəbləri bilmək istəyirsənsə, səhifəmi izləməyə al. Çünki hamısı haqqında sənə məlumat verəcəm. Az və gecəsiz yuxu. Bəli, düz eşitdin. Əgər sən çox gec yatırsansa və yaxud da ki, normadan az yatırsansa, bu orqanizmdə kortizolu artırır. Hansı ki, kortizol stres hormonudur ki, bədəndə artdığı zaman özündə avtomatik olaraq su toplayır. Əgər sən gec yatmağa günlərlə, həftələrlə, aylarla davam edirsənsə, bu da tərəzidə yenidən öz əksini göstərəcək. Həmçinin kortizolun artması bədəndə digər hormonlara təsir eləyir. Qrelin və leptin hormonları, hansı ki, leptin bizə toxluq verən hormondur, qrelin isə aclıq verən hormondur ki, növbəti gün tez-tez aclıq hiss edirsən, insulin oynayır və ac olmayan zaman yemək istəyirsən, tox olan zamanda yenidən nəsə atışdırmalıq etmək istəyirsən. Bu prosesi təbii ki də sulandırmaq olar, yuxu keyfiyyətini artırmaqla və həmçinin daha tez yatmaqla. Tərəzidə çəki artımının daha 5 səbəbi var. Qaçırmamaq üçün səhifəmi izləməyə al. Növbəti videolarda görüşənədək.